əslində necə böyük bir həyatımızda dəyişim dönüşümlərin əsasını qoyacağıq. Çünki hal-hazırda mənim sizə belə deyəcəyim bəzi məqamlar və xüsusilə meditasiyalar var ki, o meditasiyalar və o meditasiyanın sözləri xüsusi təlimlərdə və hətta daha bahalı təlimlərdə aldığım, şəxsən özümün 2026-ya özəl aldığım təlimlərdə bu meditasiyalar olunub və hər birini mən saxlamışam ki, öz müəllimlərimə edəcəm. Məqsədim nədir? Təbii ki, məqsədim onların həyatlarında çox böyük dəyişikliklər etməkdir. Çünki bəzən olur ki, nə qədər çalışırsan, çalış, nə qədər oxuyursan, oxu, nə edirsən, et, bəzi şeylər var ki, ruh məmnun olmalıdır, bəzi şeylər var ki, şansın açıq olmalıdır. Və beləliklə, bəzi insanlar şanslı doğulur, bəzi insanlar şansı özü yaradır. Məsələn, mən öz həyatımda şansımı özüm yaradan insanlardanam. Yəni, özüm özümə şans yaradıram Allahın izni ilə. Və eləcə də belə insanlar ətrafımda çoxdur. Yəni, çox az insan var ki, şanslı dünyaya gəlir. Bu, təbii ki, bizdə şansı sonradan yaratmaq dediyimiz məsələ nədir? Bizim həyatda karmik nöqtələrimiz var ki, bu bizim human design, insan bədəni, belə deyək, enerji nöqtələri üzrə xüsusi təlim alan şəxslər bilir və yaxud matris analizini aparanlar bilir ki, bunu etmişsiniz ya etməmişsiniz bilmirəm, amma həmin şəxslər onu daha gözəl bilər. Dünyada elə bir insan yoxdur ki, o insan karmik nöqtəsi olmadan doğulsun. Çünki ruhların reinkarnasiya alması var ki, reinkarnasiyada məsələ nədir? Biz müəyyən bir karmik, ya deyək, öyrənməli olduğumuz sınaq təcrübə var ki, biz bəzilərimiz aramızda qoca ruhlardır, bəzilərimiz aramızda cavan ruhlardır. Həmin ruhlar nəyisə öyrənməlidir bu dünyada. Məsələn, sizə təqribi böyük fəlsəfi fikirlərini kiçik bir situasiyaya sığışdırıb desəm, belə bir şey deyərəm ki, məsələn, Sirat körpüsünü keçirsən, Sirat körpüsünü keçəndə deyək ki, biz cəhənnəmə gedəsiyik, məsələn deyirəm, və sən orada sənin cəhənnəmə getmək səbəbin nədir? Deyək, sənin hansısa bir günahlar etməyin. Günah etməyin nədir? Ola bilər hansısa bir uşağa aqressiv qışqırmısan, ola bilər evladını Allahdan çox sevmişsən, ola bilər yoldaşını özünün Allahı görüb ona itayət eləmişsən, ola bilər xəbəri yoxdur, hansı ki bu səhvləri biz edirik, amma xəbərimiz yoxdur etdiyimiz səhvlərdə. Ola bilər öz evladımızın məsuliyyətini götürməmişik, ola bilər qonşumuzu incitmişik, belə bir şeylər. Və sən Allahdan bir də bunun tərbiyə alınmasını istəyirsən və deyirsən ki, məsələn, mən Sirat körpüsünə məni atma, mən bir daha dünyaya gəlmə şansı ver və həmin şeyləri bu dünyada mən öyrənəcəm artıq. Və sən yenidən bu dünyaya gəlirsən, ruhun tərbiyə almalıdır da, tərbiyələnməlisən. Və tərbiyələnmək üçün həmin vəziyyətləri bir daha yaşayırsan. Fərqli situasiyalarda eyni şey. Sənin indi Allah insanın hafizəsini, ruhun hafizəsi olunur. Ruhu Allah o icazəni verməyib, insanınki hafizəsi olsun. Yəni, keçmiş həyatını xatırlasın. Sadəcə bəzən dejavu deyirik biz buna, ki, nəyisə xatırlamış kimi oluruq. Və sən yenidən dünyaya gələndə artıq eyni şeyə eyni mi reaksiya verirsən? Baxılır. Baxılır ki, bəli, sən hələ də öyrənmirsən. Sən hələ də o reaksiyaların tərbiyələnməyib. Aydın olur. Amma döngü, eyni hadisələr fərqli yollarla 101 dəfə qarşına çıxır, hələ də tərbiyələnmirsən. Məsələn, uğursuz evliliklər ola bilər, bir dəfə evlənir, 2 dəfə evlənir, 3 dəfə evlənir, bir-birindən uğursuz. Çünki sən hələ ruhun tərbiyə almayıb, döngüdən çıxmamısan. Necə döngüdən çıxmaq lazım olduğunu deyəcəm. Və yaxud, eyni hadisə, məsələn, görürsünüz, birinin yaxını dünyasını dəyişir və həmin yaxını dünyasını dəyişəndə elə bir isyan edir, ikinci yaxını da dünyasını dəyişir, üçüncü də dünyasını dəyişir, enerjini çəkir. Və yaxud başqa bir məsələ,
Məsələn, baxır ki, bir dəfə nişan qaytarır, 2 dəfə, 3 dəfə, sonra deyir, mənim elə bil ki, qarşıma çıxan insanlar eyni insanlardır, eyni. Sən çünki o dünya necə ki, planetlər dairəvi istiqamətdə fırlanır, hər şey ritmikdir. Bəzən biz buna deyirik, bumeranqdır deyirik, nə bilim, biri deyir, etdiyini sənə qayıdır. Bəli, dünyanın idarəsi dairəvidir. Və bu dairəvi işarədən, döngüdən çıxmalısan. Necə çıxmalısan? Bununla bağlı deyəcəm. Və sən bəzən deyirik ki, adicə gələn hər şeyə pis deyilən, pis məsələn bir şeylər yapışdırıq. Bu günləri biri deyir, ay Allah, havaya bax, məsələn, necə pis hava var. Yəni Allahın verdiyi heç nə pis deyil, sənin baxışın pisdir. Allahın verdiyi, təsəvvür et ki, qəşəng yağış yağır. Deyirsən ki, çox üzr istəyirəm bu ifadəmə görə, mənə məxsus olan ifadə deyil, amma insanların ətrafda deyir, xarabada yağan yağışa bax. Yəni bunu demək nə dərəcədə düzgündür, amma sənin xəbərin olsa ki, o gələn yağışda sənə nə qədər ruzi var, nə qədər bərəkət var. Sən evini az qala o suyun leysanına verərsən ki, tək ki bu saf su mənim evimin ruzi bərəkətini yeniləsin. O yağışın frekansı, havanın dalğası, o külək olur. Bəzən o küləkdədir sənin ruzin, sənin xəbərin yoxdur. Bir çıxıb o havadan, o şaxtalı hava deyək, hər havanın dadına baxmaq lazımdır, nə mənada. Bir çıxsan o havaya, bəlkə sənin ruzin oradadır. Hər dəfə də elə deyil, ha. Hər kəsin bir ruzisi hava ilə gəlir. Əgər döngün o hava sənə düşməyən tərəfi də ola bilər. Məsələn, o havada hansısa bir karmik hadisən də gələ bilər üzərinə. Sən əgər onu gözəlliklə qarşılayırsansa, o da sənin xeyrinə çevrilir. Və insanın idarə olunmasında bunlar çox önəmlidir. Belə bir şey deyim müəllimlər, bax bu bizim beynimizdir. Baxın, bu bizim beynimizdir. Məsələn deyirəm də, bax bu bizim beynimizdir. Və bu beynimizin ətrafında döngələr var. Bu dönən məsələlər nədir? Bu dönən məsələlər bizim düşüncələrimizdir. Və beynin, bax bu prefrontal hissə, burada bizim düşüncələrimiz, hisslərimiz, emosiyalarımız və təsəvvür edin ki, bura başqa bir mavi bir xətt çəkəcəm, belə bir xətt çəkəcəm. Bu prefrontal hissədə ilk üstünlük gələn hissədir. Üstün nədir? Məsələn, mən qorxu düşünsəm, qorxu hiss etsəm, bax bu bənövşəyi qorxu olacaq. Əgər mənfi bir şey düşünsəm, bu bənövşəyi mənfi olacaq. Əgər həyəcanlansam, bu mənfi, bu elə bil ki, mənim beynimin kapasitəsi bu duyğu ilə bağlanmış olacaq. Əgər mən sevgi düşünsəm, mənim bu prefrontal, yəni mərkəzi beyin sistemi xoşbəxtliklə əhatələnəcək. Əgər mən mərkəzi beyin sistemimi təbəssümlə, sevgi ilə, gözəlliklə eləsəm, beynimin kapasitəsi bununla da olacaq. Bəs yaxşı, məndə necədir? Məsələn deyək, bizdə burada özgüvənsizlik, qorxu, alınmaz, bəxtsizəm, talihsizəm, keçmişlə yaşayırsam, mənə bunu eləsəydilər, mən xoşbəxt olardım, mənim qədrimi bilsəydilər, anam mənə belə eləməsəydi, atam mənə belə eləməsəydi və sən beynin kapasitəsini nə ilə doldurdun? Tamamilə mənfi duyğularla. Bəs nə eləmək lazımdır, düşünürsünüz? Və bax, bu işin nöqtə hissəsi, işin nöqtə atışı buradadır. Müəllimlər, bax, bizim bu beynimiz Allahın bizə verdiyi çox böyük bir nemətdir ki, ən sağalmaz, həkimin sağalmaz dediyi xərçəng xəstəliyi belə sağalandı bu dünyada, bu dünyanın sirridir. Yəni, başa düşən üçün bir balaca beynində mənim nə demək istədiyimi anlayan insan üçün xərçəng xəstəliyinin belə tədavisi var. Məsələ nədir? Sən bu beyninin kapasitəsini maksimal iradənlə, gücünlə və bütün düşüncənlə müsbətə kökləyəndən sonra, bax, bizim beynimiz oldu nə? Mikrosistem. Mikrosistem. Bəs göy nədir? Makrosistem. Dünyanın neçə faizi okeanda, sudan ibarətdirsə, bizim vücudumuz da o qədər sudan ibarətdir, eyni ilə. Və gəlin görək, onda deyə bilərikmi ki, doğrudan da biz kainatın kiçik yaradılışıyıq. Bunu sübut eləyən İbn Sina'dır. İbn Sina fəlsəfəsini oxuyun. İnsanın necə bənzədir birbaşa kainatla və olduğu kimi. Deyir, necə ki, insanın
İçində qəzəbi var, əsəbi var, elə vulkan var. İnsanın gözünün bəbəyi birbaşa olaraq göydəki ulduzları xatırladır, onunla əlaqə qurur. Astral səyahət edənlər bunu çox gözəl bilir. İnsanın gözünün içindəki damarlar şimşəyə bənzədilir. İnsanın saçı necə meşəyə bənzəyir. Məsələn, bəzən saçımızı pisləyirik. Xəbərin yoxdur ki, sən saçını pislədikcə əslində kainata da mənfi ötürürsən. Bəzən bədənini bəyənmirsən, əslində kainatdakı nələri bəyənmirsən, qolundakı damarlardır, o çaylara bənzədir. Yəni birbaşa olaraq hər şey, insanın bütün bədəni birəbir kainatla eynidir. Yəni bunun mini size formasıdır, bu kainat makro size. Və indi yaxşı, mən yaxşı beynimin kapasitəsini gözəl sözlərlə bəzədim. Nə baş verəcək? Beynimin kapasitəsi gözəl söz olduğu üçün kainata gedən siqnal var. Siqnal nədir? Necə internet şəbəkəsi var. Eləcə də bizim beynimiz kainatın rezonansını, dalğasını təşkil edir. Axımını, kainat axımı deyirik biz buna. Və bu kainat axımı, rezonans birəbir olaraq düşüncənin dalğalarını saçır. Düşüncən nədirsə, kainat sənə onu verəcək. Yaxşı, indi gözəllik, qəşəng, xeyirxah düşünürsən, içindəki aqressiyanı təmizləməyə çalışırsan, necə təmizləyəcəklər, bunu da deyəcəm. İçinizdəki mənfi auranı bugün meditasiyasını eləyəcək, bunu təmizləmək meditasiyası böyük bir üzərinizdəki yükü götürəcək Allahın izni ilə. Bütün mənfi duyğularınızı aradan qaldırdıqca beyin frekansı nə olmağa başlayır? Gözəlləşməyə, təmizlənməyə, saflaşmağa və sən keçdinmi rezonansa? Aha, kainat sənə nəyi verəcək? Maqnit kimi həyatına çəkdiyin gözəllik, sevgi, xoşbəxtlik, Allahdan nə istəmirsən birəbir keçir. Dua etməyin qaydaları var. Dua etməyin qaydalarında birəbir maraqlı olan tərəf nədir? Biz düzgün istəməliyik. Sən daxilində inanmırsan, dilində istəyirsən. Ay müəllim, nə oldu mənim duam yerinə yetmədi? Çünki elə sən mənim duam niyə yerinə yetmədi deyəndə bilinir ki, sənin dalğaların negativdədir. Sən hələ şəfalanmamısan. Sənin bu şəfalanmaq üçün, təbii ki, bununla da bağlı deyəcəm. Bax, bu bizim enerji nöqtələrimizdir, müəllimlər. Bizim bu enerji nöqtələrimiz, bax, bu Krovun çakra dediyimiz tat çakradır. İlahi bizim Allahla bağlantı qura bilməkdir. Tat çakrası gözəl olan insanlar həmişə meditasiya, ruhani bağa, Allahla dualar edərək əlaqə qurmağa, namaz qılan insanlar və digər ruhani aləmdə özünü inkişaf etdirən insanların tat çakrası həmişə açıq olur. Tat çakra hədsiz açıq olanda, məsələn 22 olanda artıq nə baş verir? Dinə özünü çox qapdırmaq, məsələn xoşbəxtliyini din üçün artıq məhv eləmək və bu balansı pozmaqdır. Çünki sizə belə bir məsələni qeyd edeyim ki, əgər sənin hədsiz dərəcədə dünyadan məhrum edərsənsə özünü, dünya malından, yəni yalnız mən Allah, belə deməyi Allah özü sevmir. Çünki Allah səni bu dünyaya bu nemətləri verən, bu dünya malında, bu sənin bir, necə ki, yuxu bir keçiddir. Eləcə də bu dünya bir keçiddir, mərhələlərdən biridir. Bu dünyanın etabı, bu dünyanın görülməli olan işləri dünyəvi məsələlər üzərində Allah bizə məsləhət verib. Ona görə balansı qorumalısan. Necə biz deyəndə ki, bu dünyanın bir keçidli çoxları inanmır. Necə ki, bir körpəyə inandıra bilərsənmi ki, sənin ana bətnin müvəqqətidir. Sən 9 aydan sonra başqa bir işıqlı dünyaya keçəcəksən. 9 aydan sonra o işıqlı dünyada sənə bir mələk olacaq, onun adı ana olacaq. Həmin ana sənə qulluq eləyəcək. Onu inandıra bilərsinizmi? Xeyr. Çünki onun olduğu mühit qaranlıq və öz mühitidir. Və həmin desəniz ki, siz işıqlı dünyaya çıxanda orada min bir nemətlər olacaq. Bunu həmin körpəyə izah eləmək qeyri-mümkündür. Eləcə də bizim bu dünyadakı etabımızda izah eləyəndə ki, bu dünya bir keçiddir, onu çoxları anlamır və düşünür ki, yəni elə dünya nə varsa budur. Bu qıt düşüncədir, bu fəlsəfi araşdırma aparmamaqdır, bu ilahi kainatın sirləri ilə bağlı
Və bu da kənara metafizikadan sıfır məlumatlı olmaq deməkdir. Çünki artıq fizika kəşf olunub bitib. Fizika artıq çoxdandan bitib, möhrü vurulub. İndi amma kəşf olunan məsələ metafizikadır. Metafizika artıq kainatın, o deyirlər aya səyahət, nə bilim Marsa səyahət, bunların heç biri olmayıb. Mümkün də deyil ki, sən aya çıxasan, sadəcə bu dünyanın müəyyən siyasi tərəfləridir. Ki, hamısı ruhani bağda, Qurani-Kərimdə əsaslı dünyavi mənbələrimizdə hamısı var. Və eləcə də müəllimlər, bizim bax bu dünya ilə olan keçidimizdə çalışmalıyıq ki, dünya ilə Allahın istədiyi kimi davranaq. Nə çox ruhaniləşmək olmaz, nə də çox dünyəvi mallara qalmaq olmaz. Başa düşdünüz? Balanslı, hər şey bu dünyada balansla, tərəzisi olmalıdır. Çox gedərsənsə yenə yıxılarsan, az gedərsənsə yenə yıxılarsan. Balansı qorusan, karmik nöqtələrin birə-bir sağalacaq. Zaten 10 karmik nöqtəmiz var ki, bu 10 karmik nöqtədə onsuz da sən həyata, çünki sənin ruhun tərbiyə almağa gəlib də, mümkün deyil bu dünyada gələn insanlar tərbiyəli, yəni mələk kimi olsun, mələk olsa o göydə qalacaq. Zaten o artıq bir dəfəlik cənnətə gedəcək, o yenidən doğulmayacaq. Yenidən doğulursa, o insan tamamilə, yəni insandır da. İnsanda olan nə deməkdir? Karmikası var. Bəs yaxşı, bunları bilib nə edəcəyik? Bax, elə bil ki, səni göydən yerə çırpacaqlar bu 10 karmik nöqtədə. Amma sən öz üzərində işləyərsənsə, sən yerə çırpılanda, elə bil ki, o yumuşaq olar da, yavaş-yavaş, incitmədən, elə bil ki, bir var, birbaşa yerə çırpılasan, məhv olasan. Biri də var ki, yumuşaq dəyəsən. Bax, bu meditasiyalar, o karmik nöqtələrimiz, karmik numeroloji matrisimizdə yer alan rəqəmlər ki var, onları analiz eləyəndə, səsləri bağlayın, onları analiz eləyəndə biz görəcəyik ki, artıq tamamilə bunlar, yəni bizim üçün doğrudan da həyatımızda çox böyük geri dönüşləridir. Evlad deyirsiniz, evladımız üçün bu dəyişim mümkündür. Yoldaşımız üçün mümkündür, qaynanamız üçün mümkündür, özümüz üçün mümkündür. Sadəcə istəmək, şuur, ruh və cisim. Ruh sənin istəyindir, cismin vasitəçindir və beynin düşünəndir. Beyinlə ruhun eyni şeyə xitab eləyərsə, sən dünyanın ən zəngin insanı olarsan. Ruhun, yəni ruhun aqressiv, əsəbi, gərgin, olumsuz olarsa və beynini də tətikləyərsə, mən bacarıqsızam, mən fərasətsizəm, bəxtim yoxdur, atam, anam budur, yoldaşım budur, bizim budur bəxtimiz, kodlayıblar da, biraz da valideynlər kodlayır bizim beynimizi. Və biz başlayırıq, nədir? Ruh da olumsuzdur, sən siqnal kainata nə ötürəcək? Əlbəttə ki, kainata nə ötürürsənsə, onu da geri dönüş olacaq. Kainat deyir ki, bu yazıq özü boynuna alır ki, şanssızdır. Qoy elə şanssızlığını yaşasın. Bu boynuna alır ki, bədbəxtdir, qoy elə bədbəxt olsun. Bu elə boynuna alır ki, bizim həyatdakı xoşbəxtliyimiz yoxdur, qoy elə bu belə qalsın. Amma biri də deyir ki, mən xoşbəxt olmağa layiqəm, mən sevgiyə layiqəm, mən cəsarətliyəm, həyatda addımlarımı başaranam, mən daha böyük uğurları fəth eləməyə, böyük zirvələri çıxmağa layiqəm, mən özüm dəyərliyəm deyəcək. Kainat deyəcək ki, bu özünə dəyər verir, elə onu da enerjisi ilə necə var, nə deyəcəksə onu da özünə qaytaracaq. Birə-bir. Ona görə də çalışmaq lazımdır ki, duyğularınızın əsiri olmayasınız. Beyniniz və ruhunuz sizi qabağa aparsın, cisminiz də onun vasitəçisi olsun. Və mən bunu dəfələrlə demişəm, ruhun sağlam yaşamarsa, cismində xəstəliklər əmələ gələr. Çünki ruhun etdiyi bütün yanlışlıqların əziyyətini cisim çəkər. Qaraciyər, öd, mədə, bağırsaq sistemi, bronxiallıq, astma, nə bilim, tiroid, zob, xərçəng. Məsələn, bir insan var, travması qalıb qadın bölgəsində. Bu insanın bərk qorxub və bərk depressiya, stres keçirdi və indi ximiya alır xərçənglə mübarizə üçün. Amma xəbəri yoxdur ki, o nə zaman ki gedib onun o bərk depressiyaya düşüb, bərk qorxu, stres keçirdib, onun fərqində olub aradan qaldırmayana qədər onun heç vaxt ximioterapiyası ona şəfa gətirə bilməz. Bəs nə zaman şəfa gətirər?
ruhun sağalar, ruhun o depressiyanı artıq psixoloji olaraq çıxar oradan, stresi üzləşər, fərqindəlik yaşayar, ruh açılışar, cismin ən xırda müalicəyə belə avtomatik reaksiya verəcək. Və yaxud bir insan tanıyıram, bu insanda danışanda ya yalanla danışır, hey yalan danışır. Bir insan tanıyıram, ağızdan yalnız təhqir çıxır. Bir insan tanıyıram, duyğularını yalnız bastırır, sözü üzə deyə bilmir. Hamısında zob, tiroid, ağız xəstəlikləri, damaq xəstəlikləri birə-bir. İnsan tanıyıram, aqressiv, paxıl, içində simiclik var, amma fərqində deyil. Birbaşa mədə xəstəliyindən əziyyət çəkir. Ola bilər simic deyil, ola bilər hadisələri həzm edə bilmir, amma onda da yenə özünün fərqində olmalısan. Mənim niyə mədə yarası məndən əl çəkmir? Çünki sən həyatında baş verən şeyləri çəkə bilmirsən. Aqressiv, duyğularını bastıran, içində böyük bir aqressiya var. Bağırsaqda ömür boyu qəbizlik yaranır. Amma dərd budur ki, bunun fərqində olmalısan. Məsələn, uşaq vaxtı sıxılan, qorxan, çəkingən olmuşam, asma bronxitlə üzləşmişəm. Nə vaxt ki, böyümüşəm, fərqində olmuşam ki, mənim asma bronxit olma səbəbim, mənim atadan qorxmam, içimdə sıxılmam, yəni məsuliyyəti hədsiz dərəcədə götürməm, içimdə böyük bir məsuliyyət daşımışam və mən sıxılmışam. Bilirsiniz də, asma bronxit nədir? Sıxıntı. Və mən artıq demişəm, fərqində olmuşam ki, hə, mən aşırı məsuliyyətli və aşırı sıxılıram və artıq ruhuma bir azadlıq tanıyıram. Çünki 5 rəqəmində doğulan bir insanlar bilirsiniz ki, 5 rəqəmi azadlıq, dəyişkənliyi sevən, belə deyək də, əmrə tabi olmayan insanlar 5 rəqəmində doğulur. Plus da məndə bu 1 rəqəmində var. 1 rəqəmdə həm təklik, həm liderlik enerjisidir. 5 ilə 1 olan bir insanın avtoritar bir ailədə yetişməsini bir dənə təsəvvür edin. Necə böyük bir asma bronxit sağalmaz olmalıydı. Normalda asma bronxit sağalmamalıydı. Və mən böyüdüm, ağlım kəsdi, ruhuma azadlıq verəndən sonra Almaniyadan, Rusiyadan xüsusilə gətizdirilən, atam gətizdirirdi, xüsusi həkimlər təyyarə biletlərinə qədər alırdı ki, bunu sağaldın. Heç bir təsiri yox idi. Heç bir dərman içməkdən nə günə düşmüşdüm. Və bu ruhumu tanıyandan sonra bütün bir müalicə olunmadan ruhum şəfalandı. Və heç vaxt demərsən ki, asma bronxit. Hətta deyirdi, evladı olanda həkimlər böyük bir ehtimal, axı allergiya anadan keçir. Deyirdilər, böyük bir ehtimal evladında da olacaq. Yəni, həkimlər özü şoka düşmüşdü ki, yəni, bu necə ola bilər? Allergiya sağalmaz bir şeydir. Bu insan tamamilə sağalıb. Yəni, bu insanda allergiyanın, yəni ən belə sağlam insandan belə qanun təmizdir. Yaxşı, nə baş verdi? Allergiya olma səbəblərimi təyin etdim. Mən nəyi götürə bilmirdim? Mən insan sözünü götürə bilmirdim. İnsanların sözünü götürə bilmədiyim üçün allergiya səpirdim. İnsanların atamın əmrini götürə bilmədiyim üçün sıxılırdım. Aydın olur bu nə deməkdir. Və bu böyük bir dönüşümdən sonra, fərqindəlikdən sonra mən aləmə də sübut etdim ki, mən baskını sevmirəm. Məsələn, mən bunu geyinəndə istilənirəm, mən bunu geyinmək istəmirəm, amma ailə təzyiqlə bunu geyinməlisən. Və dəfələrlə olub ki, tələbəlikdə metrola gedib gələndə ürəyim sıxılıb yerə də yıxılırdım. Çünki deyirdim, mən bunu geyinə bilmirəm və nazik geyinməyi sevirəm. Bu artıq ailə də başa düşür ki, sübut edirsən ki, bax budur. Ona görə də müəllimlər çalışmalısınız, hər kəs fərqində olmalıdır. Ən adi bədən dilinizi belə kəşf eləməlisiniz ki, mən niyə görə gəzəndə əlimi həmişə cibimə qoyuram, mən niyə görə gəzəndə həmişə iki əlimlə öz sinəmi tuturam, mən niyə görə kiməsə baxanda bu şəkildə baxıram, niyə bu şəkildə baxmıram, hər şeyinizi, özünüzü tanımağa çalışmalısınız. Tanıyandan sonra vallahi, billahi deyirəm ki, sizə tanıyandan sonra həyatınız, bəxtiniz, şansınız elə bir üzünüzə güləcək ki, çünki özünə hörmətin olacaq, özünə dəyərin olacaq. Sən özünü hörmətsiz tutandan sonra ata, ana daxil hörmətli olma ehtimalın yoxdur. Nə bacı sənə hörmət eləyəcək, nə qardaş sənə hörmət eləyəcək, nə ata. Əzizləri deyirəm, ailə kənarlar qalsın qırağıda. Kənara demirəm, doğma ailəndən danışıram. Gör bunun kubu, kvadrat üstü 4-5-i kənar şəxslərdir. Özünə hörmət eləməsən, evladın daxil sənə hörmət eləməyəcək. Məsələn, gəlin bir primitiv misal çəkim. Analar necədir? Mən bilirsiniz, yeni il ərəfəsidir. Mən
mamaya deyirəm ki, mama gəl səni aparım qəşəng gəzməyə, gəl səni aparım qəşəng restorana. Mama nə deyir? Yox, mənim üçün ən böyük bayram öz yeməyimi bişirim, evladlarım başıma yığılsın. Ən sevdiyi şeydir. Qoy mən evdə bişirim. Deyirəm, ana, əziyyət çəkmə, yorulursan, dincəl, istirahət elə. Yox, mənim üçün bu xoşdur. Bu insan bayram günü nə edəcək? Bayram günü yalnız və yalnız bişir, düşür, yığır, yığır. Yaxşı, mən evlad olaraq bunun fərqində ola-ola anamın qədrini biləcəmmi? Yox. Yorulacaqmı? Yorulacaq. İncinəcəkmi? Bəli. Evladları da gəlib onu tac eləyəsi deyil. Tac eləyib neyniyəcək? Hansımız neyniyə bilirik? Düzdür? Deməli, onun ruhu yenə yorulacaq. Ona görə də o özünə artıq dəyər vermir. Demir ki, amma normalda necə olmalıydı? Bəli, mən istirahət eləyəcəm, mənə aparın, evladlarım böyüyüb, mən aparsın, gəzdirsin, mən rahat özüm üçün geyinim, keçinim, gedim restoranda qəşəng oturum, əli ayağı təmiz, gəlim evimə. Əslində belə olmalı, özünə hörmət edən ruh belə olmalıdır. Amma onu o seçir. Hətta başqasına misal çəkmirəm də öz anamla misal çəkirəm. Deməli, burada artıq nə var? Ruhun özünə yazığı gəlməməsi var. Yaxşı, o özünə yazığı gəlmirsə, mən nə edeyim? Mənim əlimdən nə gəlir? Onun fikrindən döndərə bildimmi? Amma otur, dincəl deyə bildimmi? Deyə bilmədim, düzdür? Eyni şey, özünüzə hörmət edin, özünüzün qədrinizi bilin, özünüzün enerji nöqtələrinizi, bax, bunlar enerji nöqtələrdir mənimlər, budur. Bu tac çakranı dedim. Üçüncü göz çakrası. Üçüncü göz çakrası iki alnınızın ortasındadır. YouTube'a yazsanız üçüncü göz çakrası aktivləşdirmə görəcəksiniz. Həmişə başım ağrıyırdı. Ömür boyu baş xəstəliyindən əziyyət çəkirdim. Ən çox abituriyent vaxtı oxumaqdan birtəhər olurdu. Və nəticədə spazmaqum qalmırdı, nimesil qalmırdı, ömür boyu içmişəm yəni onları, ta ki özümü tanıyana qədər. Və sonra bir gün oturdum və bu aləmi də necə mən dərk elədim. Həmişə deyirdim ki, beynimi açacağam və üçüncü gözümün arasından sanki bir mazut, palçıq gəlir və mənim başım sakitləşir. Belə eləyəndə sən demə xəbərim olmadan, hələ mən onda da bilmirəm üçüncü göz söhbəti var. Və baxdım ki, mən hər bunu eləyəndən sonra həm baş ağrım kəsir, həm də həm stresim gedir, yorğunluğum. Bundan da əlavə olaraq bütün yalanları qabağıma çıxır. Bütün nə ki, kimin məndən nəyi gizlədir, qabağıma çıxır. Və başladım əsəbləşməyə ki, yəni bu nədir də mən görmək istəmirəm. Yəni mən bu şeyləri görmək istəmirəm. İnanırsınız, insana necə təsir edir? Yəni özünü psixoloji hazır hiss etməyən üçüncü gözünü aktivləşdirməsin. Günü bugün bir insanın bədəninə baxanda çox məlumatları toplaya bilirəm. Və yetəri qədər, məsələn, mən çalışıram ki, ictimaiyyət arasında az olum. Niyə? Mənə mənfi təsir edir. Baxıram insanlara, istər-istəməz onların abu-havası, nə yaşadığı, hansı problem olduğunu görə bilirəm. Yəni bunu görə bildiyim üçün də özümə əziyyət edirəm. Çünki buna biganə yanaşacaq bir qəlbim də yoxdur. Ən yaxşısı görməməkdir. Yəni üçüncü göz belə bir mənfisi budur, onu deyim sizə. Evladınız varsa evladınız yalan danışa bilməyəcək. Nə yalan deyəcəksə birə-bir qabağınıza yəni çıxacaq. Bax belə bir şeydir. Bu qəlb çakrasıdır, yaşıl rəngi təmsil eləyir. Qəlb çakrası da müəllimlər sevgi alıb verir. O qızlar var, deyir ki, heç vaxt sevib sevilmirəm, evdə qalmışam. Allah onların da bəxtin, taleyin gözəl yazsın. Yoldaşınla münasibətləri gözəl deyil, kifayət müəllimə gülür. Yoldaşlarınla münasibəti gözəl deyil. Müəllimlər, bilin ki, qəlb çakranız yerində deyil. Qəlb çakrası gözəl olan insanlar yalnız ən pis tərəfi nədir? Qəlb çakrasında verir 100%, yəni 22 qəlb vermə var, sevgi vermə var. Gəlirsən ki, 5-də sevgi almadı. 5-lə 22, gör nə qədər balanssızdır. Sevgini verir, nəyi görsə sevir. Məsələn, özünü o bir məsələ var, deyirlər, özümü xalça eləyirəm hamıdan ötürü. Amma baxırsan, qədri, qiyməti bilinmir bu insanın. Bax, bu artıq sevgisizlikdən əziyyət çəkməkdir və qəlb çakran yerində deyil. Elə də insan var ki, yəni üzdə hamıya yaxşıyam, gözəl danışır, amma içdən-içə sevmir, qeyri-səmimidir. Onun da yenə qəlb çakrası bağlıdır. Amma ən gözəl qəlb çakrası balanslıdır. Sevgini həm alır, həm verir.
Aydın oldu. O insanların sevib sevilməmə ehtimalı yoxdur və sevdiyi üçün də birbaşa olaraq kainat tərəfindən mükafatlandırılır. Heyvanı sevir, yaşlı insanı sevir, nə bilim, ətrafını sevir, qonşusunu sevir. Amma sevməyənlər nədir? Elə kimi görürsə hamıdan zəhləsi gedir. Kimi görür, o da pisdir, bu da pisdir. Çünki yalnız pisləri görür. Axı özünü proyeksiya eləyir. Sən niyə hamını da yalnız pisi görürsən? Çünki özün pis düşünürsən. Sizə belə bir şey deyim ki, bir insan danışanda deyir ki, məsələn, cümləyə baxır, deyir, mən heç vaxt yalan danışmıram. Yalana nifrət edirəm. Əmin olun ki, həmin insanlar yalan danışan insanlardır. Və yaxud bir insan sərt görünür və ya baxanda deyirsən ki, ayda onun zəhmi insanı vurur. Əmin ol ki, o insanın qəlbi qədər gülən, deyib gülən, yumor bacarığı olan ikinci insan yoxdur. İnsan da var ki, üzdə çox mehriban görünür, amma onun içinə insan görəcək ki, orada böyük bir qəddarlıq var. Yəni, insan nəyi özündə, başqasında mən onu sevmirəm deyirsə, əmin olun ki, onda var ki, sevmir. Məsələn, bu günləri bir insan gəlib məni təhqir eləyib, məsələn deyirəm, məni təhqir eləyəndə reaksiya verə bilmirəm. Və kənardan mənə nə deyirlər? Deyir ki, sən necə, yəni bu qədər müəllimlərin olan bir insansan, bu qədər cəmiyyətdə olan insansan, sən o insanın cavabını necə verə bilmədin? Mənə deyirlər. Deyirəm, bilmirəm, mən özüm də tutuldum, qaldım. Yəni, mən ona heç cür cavab verə bilmədim. Sonra gedib fikirləşəm, mən niyə ona cavab verə bilmədim? Həqiqətən, mən niyə həmin insanın qabağında sustum, qaldım? Özümü kəşf edirəm axı. Deyirəm, bilirəm. Onun beyin proqramı məndə yoxdur deyə, mənim onun nə düşündüyündən xəbərsizəm. Mən onun mənə nə demək istədiyinin fərqində deyiləm, çünki onun baxış bucağı məndə yoxdur. Bəs necə olsaydı cavab verərdim? O məni təhqir edən insan gələcəkdi və mən də onun kimi beyin proqramında təhqir etmə emosiyaları olsaydı, elə qəşəng cavab verəcəkdim. O təhqir eləyəcəkdi, mən təhqir eləyəcəkdim. O deyəcəkdi, mən deyəcəkdim. Çünki eyni proqramıq. Eyni baxış bucağımız var. Eyni frekansdayıq. Bu belədir. Bunun başqa, məsələn, o bir məsələ var, deyir, mənə sataşdı, məni belə, birinci o başladı, belə sözlər işlədirlər. Birinci o başladı, yox, ikiniz də eyni frekansdasınız, eyni dalğadasınız. Aydın olur. Bax, bu çox önəmlidir. Məhz qəlb çakrası buna birbaşa olaraq sirayət edir. Sakral çakra bizim qadın enerjimizdədir. Turuncu rəngdə olan bölgədə yer alır, gördüyünüz kimi. Sakral çakrası bağlı olmaq çox pis şeydir. Bəzən biz tərbiyə adı altında tərbiyəli qız, tərbiyəli oğlan, yaxşı qız, yaxşı oğlan sindromu yaşayırıq. Sanki qadınsıl və ya bəy olaraq enerjimizi inkar etmək bizi tərbiyəli göstərəcək. Çox yanlışdır. Bir bilsəz ki, nə qədər qadınımıza pulun əziyyətlə, nə qədər qadınımızda pulun zülmətlə gəlmə səbəbi sakral çakralarının bağlı olmasıdır. Heç düşünmüsünüz, niyə imkanlı bəy deyəndə bəziləri imkanlı bəydən qorxur ki, qabağıma imkanlı bəy çıxsa nə baş verəcək, səsi bağlayın. Qabağıma imkanlı bəy çıxsa deyimdə nə baş verəcək, mənə xəyanət eləyəcək, onun asılılıq problemi yoxdur. Baxın, çox üzr istəyirəm, gələcəm. Buna görə bu asılılıq problemi birbaşa olaraq sakral çakra enerjisindən qaynaqlanır. Yəni, məsələn, bax, biri var ki, deyirəm, götürək yenə imkanlı bir bəyləri, baxırsınız, onlar heç vaxt bir xanımdan asılı qalmır. Məsələn, sən yoxsansa, bağlılıq keçirmir. Bax, bağlılıq başqa şeydir, bağlılıq çox pis bir şeydir. Bir də var ki, bağ qurmaq. Bağ qurmaq başqa bir şeydir. Bağ yaratmaq başqa bir şeydir. Bağ yaradın, amma bağlı olmayın. Bağlı olanlar bilirsiniz nə edir? O olmasa mən ölərəm. O olmasa mən məhv olaram. O olmasa mənim həyatımda mən depressiyaya düşərəm, mən məhv olaram. Amma bağ quran nə edir? Onu sevirəm, hörmət edirəm. Həyatımda olması çox xoşdur. Yaxşı olar ki, onunla hər zaman yəni gözəl vaxtlar keçirək. Amma o olmursa da özünü qurban pozisiyasına salmır. Çünki
əgər bugün o bağlılığı yaşayanların əksər aqibəti atadan, anadan asılılığı olan insanlardır. Atasından boşanmayan, anasından boşanmayan qız var ki, atasını o qədər sevir, ailə qurmur. Bir fərqində olsa görəcək ki, onun ailə qurmama səbəbi atasından boşanmalıdır. Çünki onu necə ki, bir məsuliyyət götürən xanımlar adətən azad olur, ikinci bir belə deyək, həyatında və yaxud hansısa bir ailə qurmaq istəmir. Səbəb nədir? Çünki ailəsinin məsuliyyətini götürür. Ona başqa bir məsuliyyət götürməyə ehtiyac yoxdur. Və beləliklə ailə qurmur. Bunların hamısının fərqindəliyin yaşamaq lazımdır. Bax, bu sakral çakra elə bir şeydir. Sakral çakra qadın enerjisidir. Həmişə çalışın ki, sakral çakra rəngi duzlar var, turuncu duzlardır. Onunla duş alın, sakral çakra bölgənizi qəşəng-qəşəng duzla yaxalayın. Və bu dönəmdə görəcəksiniz ki, həqiqətən pul enerjiniz necə aktivləşir. Bu rut çakradır, kök çakradır, qırmızı. Bu quyruq bölgəmizdə om sümüyü deyirik biz buna, quyruq bölgəsi. Orada yerləşir, ata çakramız, ata nəsli təmsil edir. Atamıza daimi minnətdarlıq olmaq. Məsələn, bir qız var ki, deyir müəllimə, mənim qabağıma çıxan oğlanlar həmişə kasıbdır. Mənim qabağıma çıxan oğlanlar mənim üçün heç bir hədiyyə almır, mənə heç bir restorana aparmır, heç bir məni xüsusi bir belə deyək də, qadın olduğumu hiss etdirmir. Deyirsən, niyə? Və səbəbini araşdıranda altından nə çıxır? Bu insan atasını zəif görür. Yəni, bu insan atasından heç vaxt hədiyyə almayıb, atası heç vaxt onu xoş sözlər deməyib, atası heç vaxt onun üçün hansısa bir dəyərli bir sözlər deməyib. Məsələn, saçını bəzəyib düzəyəndə, paltar alanda, ata bax gör necə qalır, qəşəngdir deməyib. Atasıyla böyük soyuq bağlılığı var. O qızlar mümkün deyil ki, həyatda gözəl, yaraşıqlı, qəşəng, imkanlı və ona xoş söz deyən bir bəylə ailə qursun. Niyə? Çünki o gözündə atasını küçümsədib. Aydın olur. Bəs yaxşı, bunun texnikası nədir? Bunun texnikası özünə atanı yeni bir siluetdə inşa eləyirsən zehinsel olaraq və sanki sənin atan sənin üçün evdə alıb, səni gözəl bir işlə təmin edib və o frekansa düşməlisən, atanı elə dalğada hiss etməlisən ki, atam mənim üçün gözəl, atam mənə hər şey edən, atam bu dünyada bütün uğurlarım üçün atama borcluyam, o mənim üçün hər şeylə məni təmin edib dalğasına düşəndən sonra həyatına çıxan insan eynilə ata fiquru əks etdirəcək. Çünki atanı necə görürsənsə, qarşına çıxan insanda o şəkildə olur. Və yaxud onun balansı da pozulanda necə olur? Atanı o qədər böyük göstərirsən, həyat sənə öyrədir ki, yəni o qədər ata ilə evli yaşayırsan, atan artıq qarşına çıxanda, ata siluetin belə deyək də, qarşına çıxanda baxırsan ki, müəyyən əlamətləri olsa da, bəzi şeyləri də sənə öyrətmək istəyir. Məsələn, bağlılıqdan çıxartmaq üçün həmin insan səni öyrətməyə çalışır, yox cavab almağı sənə öyrətməyə çalışır və yaxud səbirsizsənsə səbirli olmağı öyrətməyə çalışır. Bunlar çox önəmli bir şeydir. Qaldı ki, məsələn, heç vaxt atanı görmürsənsə, atan rəhmətə gedibsə, ata nəslinki var. Ata nəslində sən ata nəslini necə dəyərləndirirsən? Aşağımı, yoxmu? Yoxdursa özündən bir ata silueti yaratmalısan ki, mənim yəni ata siluetim var və o siluet mənim bu günləri doğuluşum, saç rəngim, göz rəngim, baxımım, nə bilim, bədənimin quruluşu atama oxşuyub, gözlərim çox gözəldir, onu atamdan almışam, nə bilim, bədənim çox gözəldir, atamdan keçib, atam yaxşı ki var, o olmasaydı bugün mən doğulmazdım. Yeri gəlmişkən atamızı və anamızı özümüz seçirik. Ruhumuz, bu böyük bir fəlsəfidir, bunu danışmağa vaxt yoxdur, amma onu bilin ki, atamızı və anamızı özümüz seçirik. Yəni, sən bugün ola bilər ananı, atanı bəyənmərsən, amma bil ki, onu sənin tərbiyəçin kimi ən gözəl o bir reinkarnasiya zamanı özün seçmişsən ki, bax, bu ata mənə bunu öyrədəcək, bu ananı seçirəm, bu da bunu mənə öyrədəcək. Sizə bir şey deyim, bir ana olur, evladının çox sevir, Allahı qədər sevir də evladını və hətta o qədər mənim evladım olmasa ölərəm, evladım olmasa ölərəm, evladım olmasa belə olaram, elə olaram və Allah o evladı alır səndən və nəticə etibarı ilə deyirsən ki, bax, mən düşünürdüm ki, mən evladımsız yaşaya bilmərəm, amma yaşayıram. Bu necə olur? O Sirat körpüsündə yenə
Deyirsən, ən sevdiyin şey sən Allah olmalıdır. Allahdan üstün heç kimi sevməməlisən. Bu həqiqətən belə olmalıdır. Ya Allahın aşiqləri var. Allahını birinci sevməlisən. Sən Allahını sevəndən sonra deyirsən ki, bəs Allahım məni məsələn də bu Sirat körpüsünə keçməyi nəsib elə. Deyir, keçmək üçün sən Allahın evladından çox sevməlisən. Razısanmı buna? Deyirsən ki, yaxşı, razıyam. Yenidən doğulursan, doğulanda artıq bu təcrübəni özün seçmirsən də, demisən, eybi yox, mən razıyam. Sən evladını məndən al, mən bununla doğulacam. Və mən sənə sevgimi sübut eləyəcəm ki, Allah, mən səni sevirəm. Və bu insan doğulur və öyrənməlidir axı Allahı çox sevməyi. Və cənnətə getmək yalnız bu yolla mümkündür. Və o öz karmikasını yaşayır. Aydın olur. Ona görə də bunu və yaxud başqa yolla necə ola bilər o ağır təcrübəni keçmədən bu dünyada şəfalansın, o karmikanı yaşamasın. Onda onu böyük dua ilə Allaha dua eləməlidir. Allahım, evlad sənindir, əmanətindir. Mən o əmanətinə sahib çıxmağı nəsib elədiyi üçün şükürlər olsun. O sənin verdiyindir, sənə məxsusdur. Sən istəyərsən alarsan, sən istəyərsən verərsən. İstəyərsən evladım mənə nəyisə öyrədər, istəyərsən mən ondan nəyisə öyrədərəm. Hamısı sənin iznindədir, ya Rəbbi. Sən artıq başlayırsan evladın üçün dualar eləməyə. Onda o karmik yükdən azad olmuş olarsan və ruhun həqiqətən tərbiyəsini almış olar. Bax, bunlar çox balanslı və monoton. Baxın, çoxdur ya bu. Bu hamı üçün deyil. Hamı öz həyatını çözməlidir ki, mən nə öyrənməyə gəlmişəm, mənim sınağım nədir, mənim təcrübəm nədir, necə rəftar eləməliyəm. Bax, bu çox önəmli bir şeydir. Bu kök çakra atadan gəlir. Yenə də, baxın, sakral çakra bağlı olarsa, pul kodları zaten bağlı olmuş olur. Ata çakrası bağlı olanda əmin olun ki, ruzi bərəkətiniz olmur. Bax, qazanırsan, qazandığın pulun bərəkəti yoxdur. Buradan qazanırsan, burada. O deyir, Allah puluna bərəkət versin. Bərəkət yoxdur. Niyə? Sən atanla konfliktdəsən. Ana ilə, ata ilə konfliktdə olan o deyirləri, atanın sözünü belə eləmə, xeyir tapmarsan, çörəyin küt gələr. Elə bilirsiniz, bu elə belə şeydir. Çörəyin küt niyə gəlir? Kök çakran bağlanır. Atanla münasibətlərin pisdir, kök çakran bağlıdır və əmin ol ki, onun atavı nə zaman qəbul edib, ona təşəkkür edib, Allahım, bu atanı mənim nəsibimə yazdığın üçün sənə şükranlar olsun demək bacarana qədər sənin çörəyin zaten ruzi bərəkətsiz olacaq. Ta ki, ata ilə, ana ilə münasibətlərin çox gözəl olmalıdır. Çox gözəl. O etaplarda başlamalısan, özdə tərbiyə almağın üçün, özdə özün seçmirsən, sınağındır. O sınaqdan sən tərbiyəni öyrənməlisən. Solar plexus çakra insanlarla olan münasibətindir. İnsanlarla olan münasibətində solar plexus çakra, o deyir, mən nə deyirəm, tərsinə başa düşülür. Sözümün qüvvəti yoxdur. Yoldaşıma belə deyirəm, qəbul eləmir, qaynanamla konfliktim düşür, sözün söhbətin alınmır. Midə çakrasını təmsil edir, solar plexus, günəş çakrasıdır. Tam mədəmizin üstündədir. Günəş kimi saçar. Namaz qılanda necə əlinizi üstün belə qoyuruq sinəmizə. Birbaşa solar plexus çakrasına enerji ötürürsünüz. Qeyd edeyim ki, namaz qılmaq ən böyük meditasiyadır. Və onu sadəcə olaraq qılanda da, o 51 hansı enerji nöqtələrinin üzərinə qoyursan qoy, o enerji nöqtələrində sən ora şəfa ötürürsən. Yəni, məsələn, Fatihə surəsini deyirsən və yaxud İxlas surəsini deyirsən, əlini hansı toçkalarda qoyub ki, o surələri oxuyursan, həmin yerlərinə enerji gedir və başını səcdəyə qoyanda o səcdədə üçüncü gözün aktivləşir, bacaranlar kainatla kommunikasiyaya keçid eləyir. Bunlar, yəni onu biləsiniz də, namazı belə başımı səcdəyə qoyub götürməklə deyil. Namaz qılmaq çox dərin bir şeydir. Onu bilən, fərqində olan orada dərin meditasiya eləmiş olur və həyatını dəyişdirmiş olur. Həmin solar plexus çakrası, yəni sözü, bunu açandan sonra dediyiniz hər söz qanun olacaq evdə. Məsələn, bax, müəllimlər, bilmirəm, necə başa düşərsiniz, bəlkə deyirsiniz ki, müəllimə təkəbbürlü deyil. İnanın Allaha, ən konfliktli bir yerdə, baxın, ən konfliktli bir insan tipi, ən belə məni görəndə az qala boğulmaq istəyən bir insan tipi mənlə göz-gözə gələn kimi avtomatik o necə ki bir ocağı su söndürər. Bax, o su kimi fərqi yoxdur, qohum deyirsən. Yəni, məni hamı mı bu qədər sevir? O qədər düşman var, o qədər nəfsiniyyət olan insan var, amma mən bilmirəm kimdir. İnanın, üzə gələn kimi o elə bil ki, muma dönürlər. Yaxşı, nədir bunun səbəbi?
Bunun səbəbi nədir? Mənim matrisimdə də göstərir. Solar plexus çakram açıqdır. Məsələn, insanlarla çox gözəl kommunikasiya və yaxud mənim həyatda atamın fikrinə təsir edə bilən yeganə şəxs anamdır. Yəni atam öz anasından da, atasından da, yəni heç kim yox. Yalnız anamı həmişə sözünü qəbul eləyir. Və inanın, elə bir vəziyyətə gəlib çıxmışıq ki, bir şey olanda anam deyir ki, Şahanə, sən atana denən. Sən atava denən, atavı razı sal. Elə bir şeylər onu razı salmışam ki, ağlınıza, yəni deyirsiniz, ay da bu Allahın verməsindən başqa mümkünsüzdür də, bunu necə razı salmısan? Necə? Bax, bu solar plexus çakrasından. Sarı şamı yandırırsınız, niyyət edirsiniz və solar plexus çakram aktivləşir. Solar plexus çakra meditasiya YouTube-da yazırsınız, gəlir. Sükut içində onu dinləyirsiniz. O qədər aktivləşəcək. Dediyim kimi də, qaynananla münasibətindir, sözün keçəcək, yoldaşına sözün keçəcək, evladına sözün keçəcək. Çox yaxşı, çox gözəl çakradır. Bu da throat çakra. Əfsanə müəllimə, çakraların açıq olub-olmadığını matris analizindən bilə bilərsiniz. Matris analizi elətdirirsiniz hansısa bir terapevtdə. O matris analizində bilirsiniz ki, sizin çakralarınız hansı səviyyədədir və həmin o çakraların açılması üçün metodlar eynidir. Amma mütləq fərqində olmalısınız. Throat çakra boğaz çakrasıdır. Boğaz çakrası da bax budur. Əziz müəllimlər, boğaz çakrası da yalan danışırsansa və yaxud duyğularını ifadə etmirsənsə, təhqir edici söz, qarğış eləyən insan mümkün deyil, sənin ağzında qarğış olsun, sənin ağzın, dişlərin, damağın təmiz olsun. Mümkün deyil, sən ömür boyu dişdən əziyyət çəkəcəksən. Çünki sən deyilgənsən, sən yaxşı. Bax, Instagrama o günləri bir yanımda bir xanım var, tanışdı. Instagrama baxıb belə eləyir. Bəs Şahanə müəllimə, bir dənə buna baxıram, bu da çox üzr istəyirəm, ədəbsiz bir müğənnidir. Deyir, bu utanmır, bu belə geyinib, başlayır belə deyir. Utanmaz, nə bilim, belə bir sözlər olur, demirəm də. Gör necə bunun əxlaqı zəifdir, milləti korlandırır. Deyirəm, sən ucu getdi sənin boğazın işinə. Onun vecinə deyil, eşitmir, boğaz getdi. Sən hara təhqir edirsən? Sənin xəbərin yoxdur. Sənin o təhqir etdiyin dalğalar sənin boğazıva, mədəvə necə təsir edir? Sən fərqində deyilsən bunun. Çevir deyirəm, bax, xoşuma gəlmir, blok elə. İlgilənmiyorum, et də bloka et, baxma. Sən baxıb ağzından niyə cəmaata təhqir edici sözü? Onu elə xoşdur, o elə yaşayır. Sən baxma, bəyənmirsən, söndür, çıx get də. Lazımdır sənə. Təbii ki, bunlar çox önəmlidir. Və tat çakrada qeyd etdiyim kimi astral səyahət falandır. İndi biz bu çakraların enerji nöqtələrimiz hər kəsdə biri çox yaxşıdır, biri fərqlidir. 2025-in bütün ağırlıqlarını aradan qaldırmaq üçün mütləq bugün bir meditasiyamız olacaq. Suyu gətirin yanınıza qoyun, yeri gəlmişkən suyu hamı yanında saxlasın, mən danışana qədər. Suyunuz yanınızda olsun. Yoxdursa, yolda falansınızsa, eyb yoxdur, sadəcə dinləyərsiniz. Səssiz bir ortama keçməyinizi xahiş edirəm. Bu çox önəmli bir meditasiyadır. Çünki bu meditasiyanı mən, yəni elə belə meditasiya deyil, mən özüm onu ödənişli formada almışam və özümə tətbiq eləmişəm. İndi də dedim 2025 bitməmiş, sizə həmini tətbiq edim. Sonra 2026-da gözəl bir meditasiyanla davam edəcəyik. Və həyatımızda olan dəyişimi özünüz mənə deyəcəksiniz. Bax, dediyimi etsəniz, Allah şahiddir, həyatınızda necə dəyişiklik olduğunu özünüz görəcəksiniz. Yəni, bu bir mənalıdır, aydın olur. Yəni, burada inanc məsələsi falan deyil, bu inancınızı özünüzə saxlayın. İnanc məsələsi deyil. İstəyirsən, inan-inanma sözündə demirəm. Bunu etsəniz, Allah şahiddir, həyatınızdakı dönüşümlərə görə mənə təşəkkür edəcəksiniz. Çünki birə-bir heç kim ağılsız deyil ki, böyük məbləğdə pulları hansısa təlimləri düşünmədən yatırsın. Düşünmədən, ha. Bunu heç kim ağılsız deyil. 21-ci əsr insanlarıyıq, hamının ağlı başı özündədir, düzdür, eləcə də mənim. Deməli, mən bunu almışamsa bu təlimi. Gözlə, mən Azərbaycandan təlim almıram, yeri gəlmişkən. Mənim aldığım tamamilə xarici şəxslərdir, bir də 9 sensdən alıram təlimimi.
Leyla Əliyevanın xüsusi seans mərkəzindən. Bu təlimlər o qədər həyatımda böyük geri dönüşümlər edir ki, istədiyim addım, məsələn, matrisimdə hansısa bir karmik nöqtə var, avtomatik həmin yaş üçün xüsusi təlimlər alıram və onunla da həmin o karmik nöqtəmi gözəlliyə doğru dəyişirəm. Məsələn, 30 yaşım var, 30 yaşda mənim matrisimə baxsanız, böyük bir çökmə, 13 rəqəmi var, böyük bir dəyişim, hətta daha dərin desək, ölüm rəqəmidir 30 yaşda. Mən o 30 mənim bilirəm ki, həyatımda görüb görə biləcəyim ən böyük karmik nöqtədir. Şükürlər olsun, onu elə bir şəkildə dəyişmişəm. Onu elə bir o 13 rəqəmini müsbətə çevirmişəm. Allahın izni ilə, Allaha dualarımla, Allaha şükranlıqlarımla. O 13 rəqəminə o qədər baxıb, sən mənim həyatıma gözəllik gətirirsən demişəm ki, onun karmikasını yaşamıram. Milyonların şükürlər olsun. Düzdür, qəza etdim, avtomobil qəzası bilənlər bilir, hətta öz müəllimlərim statusda paylaşmışdı, bilmirdilər ki, o mənəm. Statusda paylaşmışdılar ki, işə gecikmək səbəbim bu qəza, filan avtomobil qəzası, nə qədər insanlar yazılmışdı. Hətta məni tanımayanlar da olmuşdu ki, bir cavan xanım qəza eləyir, deyirlər Şahanə Məhəmmədi, deyirlər yox, o Şahanə Məhəmməd deyil, o cavan bir xanım idi, tanımayıblar məni. Yəni mən elə bir qəzalardan çıxmışam. Allaha sonsuz şükürlərim olsun ki, həmin qəzada mənə belə barmağıma toçka zədə dəyməyib. Amma baxsanız maşının 4 təkəri belə yerində olmayıb. Yəni maşın yoxdur. Başa düşürsünüz nə demək istəyirəm və 2 dənə dalbadal qəzadan çıxmışam. Və bu o ölümü bəs yaxşı necə oldu? Meditasiyalarla. Meditasiyalarla mən ondan çıxdım. Şükürlər olsun. Hətta çoxu bilmədi ki, bu hadisə baş verib. Hazırlıqlarımı, belə axşam gəldim, hazırlıqlarımı keçdim. Heç müəllimələrə də demədim ki, mən bir dənə hazırlığımı, axşam hazırlığımın birini iptal elədim. O da polis şöbəsində idim deyə polislər buraxmadı. Ki, yəni gəlib qeydiyyat aparmalıyıq da. Bununla bağlı. Qalan, yəni o qədər yumuşaq keçdim, bir ölüm olmadı, bir təsəvvür edin ki, birbaşa servisə çırpılacaqdım, uşaq servisinə. Uşaq daşıyan maşın. Mən onda nə olardım? Həyatımın ən böyük, yəqin ki, heç nəyə görə yox, amma maddiyyat falan önəmli deyil. Önəmli olan hansısa bir uşağa nəsə olsaydı, mən orada təsəvvür edin, nə olardım? Özümü necə hiss eləyərdim? Həmin ailənin qabağında mən hansı vəziyyətə düşə bilərdim? Mən orada özümü bağışlaya bilərdimmi? Yox. Yəni heç umurumda deyil. Sən ev yansın, sən maşın yansın, sən nə yanır yansın, önəmli deyil. Önəmli olan bir insan həyatının sağlığı. Çünki dua eləyərsən yenə alacaq. Dua eləyirsənsə Allah sənə onu yenə verəcək. Aydın olur. Ona görə də onlar problem deyil. Problem insanın can sağlığıdır. İndi başlayırıq meditasiyamıza. Meditasiyamıza hamı suyunu səssiz bir yerə keçirsiniz. Səssiz yerə keçəndən sonra qəşəng-qəşəng nəfəs alıb verirsiniz. Sual verilirsə, sualı sonda verəcəksiniz. Hamı nəfəs alıb, nəfəs verir burnunuzdan və tamamilə səssiz bir ortamda olmanız şərtdir. Tamamilə səssiz bir ortamda olmanız şərtdir. Və başlayırıq. Dərin-dərin nəfəs alın. Nəfəs verin. Və təsəvvür edin ki, 2025-in hal-hazırda olduğu kimi içindəsiz. 2025-də qalmısınız hələ ki. Və bir meşənin içindəsiz. Bu meşə qaranlıq bir meşədir. Sükut var, səssizlik var. Bəzən yollar dolaşıq, bəzən yollar tamamilə səssizdir. Və sən çox yorğunsan. Və hiss et ki, 2025-də necə bir yorğunluq, necə bir susqunluq, necə bir içində bastırdığın duyğular, demədiklərin hamısı o meşədə səndəndir. Və biraz irəlidə bir tonqal görürsən. Və tonqalın yanında 9 top var. Bu sənin enerji toplarındır. Ardıcıl düzülmüş 9 top var.
və yavaş-yavaş o tonqala doğru yaxınlaşırsan. Təsəvvür et ki, alov necə atəşli şəkildə yanır. Çox dərin bir gücü var alovun. Və həmin alov yalnız sənə xidmət etmək üçün yanır. Və o torbaların içində ən birinci sırada duran torbanı götürürsən. O torbanın içində sənin qorxuların var. Nədən qorxmusan indiyə qədər? 2025-də səni nə qorxudub? Hansı negativ hadisə səni qorxudub, bərk qorxudub? Bax, o torbanı o atəşin içinə atırsan. Sonra keçirsən ikinci torbaya. İkinci torbada sənin içində hansı qəzəb var, sənin içində hansı aqressiya var, kimə əsəbisən, kimə özünü kəskin şəkildə aqressivlik hiss edirsən, əsəbilik, həmin insanı görəndə sən çox əsəbləşirsən, həmin insana duyduğun o öfkəni, aqressiyanı, qəzəbi o torbanın birlikdə götürürsən, tonqal atırsan və yanır. Keçirsən üçüncü torbaya. Üçüncü torbada sənin bütün indiyə qədər pis olmaqların, özünü tək hiss eləməyin, məyusluğun, özünə qarşı olan haqsızlığın, nə səni utandırıb, nə səni məyus eləyib, hansı hadisələr səni hədsiz dərəcədə pis eləyib, motivasiyanı salıb, özgüvənsizliyini yaradıb, həmin hadisələri o üçüncü torbaya atırsan və atırsan tonqala. Keçirsən dördüncü torbaya. Orada özünə qarşı sərt davranışların, istəklərini qəbul etməməyin, sənə aid olan şeylərdən imtina etməyin, itirdiklərin, başına gələn negativ hadisələr, öz qədrini bilməməyin. Bax, bunlar hamısı dördüncü torbada yığılır və onu da atırsan tonqala. Keçirsən beşinci torbaya. Beşinci torbada hansı ki keçmiş peşmanlıqların, niyə etmədim, niyə gecikdim, kaş gecikməzdim, kaşkilərini, bütün kaşki duyğularını beşinci torbaya yığırsan və onu tonqala atırsan. Keçirsən altıncı torbaya. Orada indiyə qədər səni dəyərsiz hiss etdirənlər, sənə qarşı, sənə ədalətsiz davrananlar, mənfi aslılıqların, göstərə bilmədiyin səbirsizliklərin, depression vəziyyətlərin, olmadı deyə düşdüyün ümidsizliklərin, şübhələrin, qaranlıq duyğuların, onların hər birini atırsan alova. Keçirsən yedinci torbaya. Yedinci torbada kədərin, ağlamaqların, üzündə ola biləcək negativ mimiklərin, içində ola biləcək yığılmış hisslərin, özündən belə gizlətdiyin, özünə belə etiraf edə bilmədiyin duyğuların, özünə qarşı verdiyin haqsız qərarların, özünü incitdiyin məsələlər, özünə vermədiyin dəyərsizlik, hamısı yedinci torbada yığılır və ateş atılır.
Keçirsən 8-ci torbaya. Orada şübhələrindir, yaşadığın mənfi xatirələrdir, xəstəliklərindir, qorxularındır, səndir, bəlkə olmaq istədiyin məsələlərdir. Birdən olmaz. Şübhələrin, mənfi gözləntilərin. Bu ola bilər, görürsən filan pis hadisə olacaqmı dediyin məsələlər. Hal-hazırda hansı şeydən şübhəlisən? Hal-hazırda nədən qorxursan? Hal-hazırda hansı içində neytral vəziyyətdə olduğun birdənlər var, birdən olmaz, birdən olmaz. Ya da bir qorxun var, birdən belə bir şey olar. Bax, o qorxunu, o şübhəni, o olumsuzluq, o negativ baxışın, negativ gözləntin, gələcəklə bağlı mənfi, məsələn, beynində ola bilər, deyirsən ki, ya evladım böyüyəndə yenə onda bu xəstəlik qalarsa, ya evladımda bu yenə davamlı olarsa, ya evladım yaxşı olmazsa, ya yoldaşım yaxşı olmazsa, ya anam xəstələnərsə, ya anam sağalmazsa, ya yoldaşım sağalmazsa, ya yoldaşım işdən çıxarsa, nələr düşünürsən? O mənfi nələrdir beynindəki olmaz, birdən filan kəs gələrsə, bax, o negativlərini yığ, bax, bu torbaya. At ocağa və bütün negativlərini götürürsən. Və 9-cu torbada artıq sənə aid olmayan mənfi sözlər, mənfi duyğular, pis sözlər, sənə aid ola bilməyən mənfi, dünyada olan bütün karmik sözlər, matrisində, çiyinlərində, omurğa sütununun üzərində olan negativ, baş tacında ola biləcək, yəni tac çakranda ola biləcək bütün mənfi negativlərin hamısını yığırsan 9-cu torbaya. Çiyinlərində, kürəyində ağırlıqlar, yorğunluqlar, tənbəllikliklər, halsızlıq, özünü incitməklər, boynunda, harda bütün ağırlıqların varsa, ayaqlarında, nə ağırlığın varsa, bütün mənfi ağırlıqlarını yığırsan 9-cu torbaya və bu sonuncu torbamızdır. Və sənə aid olmayan, ailənə aid olmayan bütün negativləri şəfalanırsan və yığırsan torbaya və atırsan ocağa. İndi birlikdə bu torbaların necə yandığını görürsən. Necə bu torbada, bax, bu negativlər, sənə aid olmayan mənfi negativlər, nəfslər, mənfi ola biləcək baxışlar, sənə ola biləcək bütün pis duyğular hamısı onun içində yanır. Ola bilər sənə, ola bilər kimsə əməl edə bilər, hətta bunlar belə onun içində yanır. Artıq sən bütün mənfilərdən təmizləndin. Bütün mənfi yüklərdən təmizləndin. Düşünmə zəiflədin. Bədənində olan o yüngüllükdür. O yüngüllük artıq sənin gedənin yerinə nəsə gəlməlidir, düzdürmü? Bütün negativlərin getdi. Bəs o boşluq qalmalıdırmı? Yox. O boşluğu biz gözəl duyğularla, sevgi ilə, gözəlliklə, sağlamlıqla, şansla, bəxtlə, taleyinin gözəlliklərinlə, bərəkətlə, rızqla, gözəl-gözəl onları doldurmalıyıq. Şükürlər olsun, şükürlər olsun, şükürlər olsun. Və indi suyunuzu götürürsünüz əlinizə, dediklərimi suyunuza təkrar edirsiniz. Deyirsiniz ki, əslində çox istəyərəm ki, bilənlər, bilməyənlər də sonradan oxuyar. Suyu götürüb bir dəfə Nas surəsi, vaxtınız varsa 7 dəfə, yoxdursa bir dəfə Nas surəsini, internetə yazsanız gəlir. Bir dəfə Fələq surəsini, bir dəfə Ayətəl kürsünü, bir dəfə İnşirah surəsini oxuyasınız və suyun üzərinə 30 dəfə ya Fəttar, ya Rızıq zikirlərini deyəsiniz. Ya istəyən üçün Vakıya surəsində oxuya bilər, Mülk surəsində oxuya bilər.
çox gözəl bərəkət gətirəcək evinizə, ailənizə, böyük huzur gətirəcək, böyük mükafatlar gətirəcək, çox gözəl. Onları oxuyasınız bir dəfə, amma indi mən bir dənə də meditasiya edir, sonra suyu içəcəksiniz. Mən deyəcəm, gözünüzü yumun, suyu da ağzınıza tutun, içməyin ha. Su ağzınızda olsun və gözünüz yumulu vəziyyətdə olsun. İndi gözünüzü yumursunuz və amma yenə deyirəm, çalışırsınız ki, mənim bu dediyimdən sonra bilirsinizsə, meditasiya bitəndən sonra o surələri də həmin o sözlərdən sonra o surələri də o suyun içinə oxuyub o şəkildə içəsiniz. Yox, vaxtınız yoxdursa dediyim suyu da içməyiniz kifayətdir. Amma sonra başqa vaxtda o surələri oxumanız mütləqdir. Yəni o sizə çox gözəl təsir, suyun çox gözəl yaddaşı var. Şəfa olacaq, bədəniniz şəfalanacaq. İndi gözünüzü yumursunuz və dərin nəfəs alın, verin 3 dəfə. Burnunuzdan alın, ağzınızdan nəfəsi verin. Ağızdan nəfəs almaq olmaz, çünki o insana əksinə hava axını yaradır və köp əmələ gətirir. Ona görə ağızdan hava almayın. Burnunuzdan alın, ağzınızdan nəfəsi verin. Və indi 3 dəfə bu nəfəsi yenə təkrarlayın. Və bir şəlalə təsəvvür edin. Şəlalənin yanındasınız. Və su o qədər gözəl, o qədər pak, o qədər təmiz, o qədər fasiləsiz axır ki, sanki zaman özü də o şəlalədə axır. Tam fərqli bir şəlalədir. Və sən də təsəvvür et ki, şəlalənin yanındasan və çox şanslısan. Çox gözəl hava var və şəlalənin səsini duymağa çalışırsan. Və şəlaləyə baxırsan. Və eynilə şəlalənin yanında bir çarx var, böyük bir çarxdır. Və bu çarx sənin həyat çarxındır. Bu çarx sənin şansının, ruzinin, bərəkətinin çarxıdır. İndiyə qədər ola bilər bu çarx ya yavaş fırlanıb, ya bəzən heç fırlanmayıb, bəzən ilişib qalıb, səni yormuş ola bilər. Amma sən artıq bütün negativ duyğularını bitirdin. İndi artıq çarx 2026-cı ildə sənə çox gözəl şəkildə xidmət edəcək. Və sən çarxın yanındasan, əlini uzadırsan, hiss et ki, əlin necə möhkəmdir, necə özgüvənlidir, əlində titrəmə yox, tam hazır hiss edirsən özünü. Və səbirsizlənirsən həyat çarxını fırlatmaq üçün. Və şəlalənin suyu həmin çarxa toxunur. Çarx paklanır, təmizlənir. Yavaş-yavaş şəlalənin suyu, o pak suyu, o təmiz suyu sənə də gəlir. Və birlikdə həm çarxı, həm səni şəlalənin suyu ilə şəfalandırır, paklandırır. Su necə çarxı təmizləyir, su necə o köhnə ağırlıqları aparır, onu hiss edirsən. Necə keçmişdə ola biləcək bütün negativləri necə apardığını hiss edirsən. Və artıq bugündən etibarən şans çarxını öz xeyrinə fırladırsan. Artıq sən bax bu çarxı, bu işləyən axını öz həyatında qəbul edirsən. Çarx fırlandıqca görürsən ki, bütün həyatdakı karmik döngülərin müsbətə çevrilir. Harda artıq maneələrin varsa, orada o çarx çox rahatlıqla fırlanır. Əvvəl gecikmə olan, ilişib qalan yerlər indi tam da zamana doğru öz axışımla çox gözəl fırlanır. Çarx artıq qarşı yox, tam sənə xidmət edəcək şəkildə rahatlıqla fırlanır. Şəlalənin səsi dəyişir və indi deyəcəklərimi təkrarla. Və çarx fırlandıqca sənin bu deyəcəyin sözlər üzrə fırlanır. Mən deyirəm,
sən də asta səslə təkrarla. Mən 2026-nı bəxtimdə ola biləcək karmik nöqtələri qorxu ilə yox, anlayışla qarşılayıram. Hər bir hadisə mənim xeyrimə dəyişir. Hər bir qarşılaşma mənə dərs yox, mənə imkan gətirir. Şans mənimlədir. Mən şansıma qarşı heç bir müqavimət göstərmirəm. Mən öz yolumdayam. Ruzi mənə rahatlıqla gəlir. Çünki mən ruzimi almağa hazıram. Qapılarım artıq açılır. İnsanlar doğru vaxtda, doğru anda, doğru şəkildə qarşıma çıxır. Hər bir qərar, hər bir söz, hər bir addım öz yerini tapır. Mən tələsmirəm, mən gecikmirəm. Mənim zamanım tam dəqiqdir. Mən tam axışdayam. Kainatla eyni frekansdayam. Eyni dalğadayam. Mən Rəbbimə təslim olmuşam. Onun verdiyi bütün qərarlar, onun verdiyi bütün anlar mənim inkişafıma, mənim gözəlliyimə, mənim bərəkətimə, mənim şansıma, mənim irəliləyişimə səbəb olur. Mən heç nədən narazı, narahat deyiləm. 2026-nı gözəlliklə qarşılayıram. Yetkinliklə qəbul edirəm. Bütün çətinliklər artıq mənim gücümə, fürsətimə çevrilir. Asanlıqlar, şükür hisslərim dərinləşir. Mən öz yoluma güvənirəm. Həyat mənim üçün gözəl planlar qurur. Bütün planlar mənim xeyrimədir. Nəfəs alıram. İçimdə bir rahatlıq var. Bilirəm ki, 2026 mənim üçün gözəl, uğurlu, mənalı, şanslı bir il olacaq. Şükürlər olsun, şükürlər olsun, şükürlər olsun. Yaşadığım hər hadisəyə minnətdaram. Minnətdaram, minnətdaram. Həyatımda yer alan hər bir insana, qohuma, qonşuya, hər kəsə, tanıdığım, yoldaşlarım, ailəm, iş yoldaşlarım, hamısının varlığına təşəkkür edirəm. Hamısının varlığına minnətdaram. Mənə öyrədənlər, həyatı öyrədənlər üçün çox təşəkkür edirəm. Onları sevgi ilə qəbul edirəm. Onlara sevgi ilə baxıram. Onlar Allahın mənə lütfüdür, Allahın mənə olan planları idi. Və bugündən etibarən həyat çarxımı aktivləşdirirəm, gözəllikləri aktivləşdirirəm və ruzini, bərəkəti çiyinlərimdə daşıyıram. Onurğa sütunumda bütün enerji nöqtəmi aktivləşdirirəm və enerji mübadiləm artıq tam şəkildə mənə xidmət edir. Və çiynimin üzərində olan mələklər və göydən gələn işıq bu suya amin deyir. Amin, amin, amin. Və göydən gələn işıq suya daxil olur və mələklər hər biri öz suyundan sağ və sol mələyin o suyun içərisinə öz sularından əlavə su tökür. Və amin deyir, amin, amin, amin. Şükranlar olsun, sonsuz şükürlər olsun, sonsuz şükürlər olsun. Minnətdaram, minnətdaram, minnətdaram. Və özünü hazır hiss edən gözünü aça bilər və əgər mümkündürsə, artıq meditasiyamız tamamlandığına görə bir dəfə Fatihə, İxlas surəsi və ya Nas, Fələq surəsi hansı surədən olur olsun, bir dəfə o suya oxuyub içməyiniz və ya vaxtınız varsa hamısını oxuyub içməyiniz tövsiyə olunandır. Vaxtınız yoxdursa da özünüz də içə bilərsiniz. Bəli, bu surələri oxumanız çox yaxşı olar. Şəfalar olsun hər birinizə.
Allah bəxtinizi, yolunuzu açıq etsin. 2025-də olan bütün negativ duyğular hamı üçün 2025 çətin keçdi. Heç birimizə asan olmadı. Biraz 2025-in özündə. Zaten 2 üstə gəl 2, 4, 5 bu 9 rəqəmi bitişlərdir. 2026 10 rəqəmidir, başlanğıclardır. Allah yolunuzu, işinizi avand etsin. Evladınızın, ailənizin, taleyi, ətrafınızın gözəl olsun. Görüb sevinəsiniz. Bəxtləri, talihləri, canları sağlam olsun. Allah işlərinizi avand eləsin. Nə ruzi, bərəkət, sevgi, nə istəyirsinizsə Allah sizə nəsib eləsin. Və gözəl bir bayramlar arzu edirəm ailənizlə birlikdə. Nə ki negativiniz var, bilin ki bunu isyanla yox, şükranlıqla qarşılayın ki həqiqətən şükrana çevrilsin. Çünki hər şey diləyəndə gözəl olur. Hər şey gözəl düşünəndə gözəl də görürsən. Bir şeyə pis baxırsansa bu qarşıdakı ilə əlaqəsi yoxdur. Bu sənin özünlə bağlı olan çelişkindir. Bu sənin özünlə olan müharibəndir. Özünlə olan daxili konfliktindir. Baldızım, nə bilim qaynanam, bu ola bilər. Müəyyən olar da həyat təcrübəsi öyrənməlidir. Amma onlarla artıq yola gedə bilmirsənsə, sən sakit olmalısan. Sən sadəcə olaraq özünü sabitləşdirməlisən, ruhunu sakitləşdirməlisən. Konfliktlə cavab verməməlisən. Onlar sənə baxıb dəyişəcək. Sən görəcək ki, necə sakit, səbirli, Allah üçün eləyəcəm bunu. Heç kim üçün yox. Etdiyin heç nə kiməsə görə deyil. Etdiyin hər şey Allah üçündür. Allaha borc verin. Gözəl xüsusiyyətlərinizdən, gözəl nemətlərinizdən. Kiməsə verir sana o pulu, kiməsə verir sana o gülüşü, kiməsə verir sana o salamı. Onu heç kim eləmirsən. Onu Allaha borc ver. Allah gör sənə nələr qaytaracaq. Əmin olun. Bu qədər Allah görür. Bəli, bəli, bəli. Allaha verilən borc qədər müqəddəs borc yox. O qədər gözəl geri dönüş olur ki, Allaha xatir nəsə edin. Allaha xatir. Görün ki, onun sizin üçün necə böyük mükafatlar olacaq, əlhəmdülillah. Mən təşəkkür edirəm. Mən də sizi çox sevirəm. Həyatınızda olan dəyişikliklərə, yəni Allah nəsib eləsin, şahid olun inşallah. Gözəl bayramlar keçirin müəllimlər. Vaxtınızı çox almayın. Çalışın ki, bu hissəni videonu yükləyəndən sonra həmişə bu videonu, bu etdiyimiz meditasiyanı negativ yox, negativi təkrar dinləmək olmaz qəti şəkildə. Negativ bir dəfədir. Amma o dualar etdiyi, çarxımızı fırlatmaq, gözəlliyi qəbul etmək, sükutu, bax onu 21 gün etsəniz o qədər mükəmməl olar. Siz sağ olun müəllimlər, görüşərik inşallah. Teşekkür ederim müəllimə. Çox sağ olun. Təbrik edirik. Çox sağ olun. Çox sağ olun Şəhan müəllimə. Möhtərəmsiniz müəllimə. Sağ olun. Var olun. Var olun. Razı olsun müəllimə. Siz sağ olun. Siz sağ olun. Allah sizə Şəhani müəllimə. Həqiqətən çox yüngülləşdi. O Fatihə, İxlas, Fələq surəsini oxuyandan sonra da ya Fəttah, ya Rizq deyirik. Bəli, necə? Baxın, dua o qədər azaddır ki, məsələn, ya Fəttah, ya Vedud, zikri, ya bu hər kəs üçün deyil də. Vedud şansı açır. Fəttah da həmçinin, məsələn, amma ya rızıq deyəndə ruzi bərəkətləndirir. Məsələn, evladınız üçün ya alimi də əlavə edib oxuya bilərsiniz. Ya alim, evladınız o qədər zəki olacaq ki, o qədər gözəl bir Çox həqiqətən çox Sağ olun Şahilə xanım. Bu Eləməliyik. 21 gün biz nə eləməliyik? 21 gün. 21 gün Hansı? bu dediyimi eləyə bilərsiniz və 21 gün müddətində hansısa bir surəni dinləyə bilərsiniz zikir forması. Məsələn, ya Fəttah, ya Vedud yazın, 1000 dənəlik zikirlər var, onu eləyə bilərsiniz. Yəni 21 gün o sizin də. Məsələn, 21 gün ola bilər mülk, ev almaq istəyirsiniz, mülk surəsini 21 gün dinləyin. Ola bilər mülk almaq yox, zənginlik istəyirsiniz, Vaqiə surəsini dinləyin. O qədər təsirini görəcəksiniz ki. Müəllimə, olar bir şey deyim də. Müəllimə, mənim də oğlum 2 dəfə avariya düşübdü. Düz Allah qurtarıbdı, maşını dilikdirib. Bunu oxusa, ona verib oxusa olar, ona eləsə. Təbii ki, ona müəllimə Ayətəl Kürsünü 7 dəfə oxuyun suya. O 7 dəfə oxuduğunuz Ayətəl Kürsünü verin içsin. O toyladı, toydan sonra nəzər nəfəsə gəldi, yəni uşaq
O Belə oldu, bəzi çox neqativ duyğulara düşmələr olur. İnsan mənim özümdə də o qədərdir müəllimə. Onu siz Ayət-əl Kürsünü oxusanız heç nəyə ehtiyac yoxdur. Ayət-əl Kürsünün elə bir frekansı var ki, onu Allah xüsusilə bir də Fələq Nas surəsini oxuyun. O Fələq Nas surəsi birbaşa olaraq şərr edən qadınlardan, Bir də əməllərdən. Mən namaz qılıram. Mən namaz qılıram. Dənəmişəm. Türkçədə oxuyuram onları, o surələri. Vaqiyanı hansı Müəllimə, Hə, Nas Ay surəsini müəllimə, bilirsiniz də bunu. qızlar bir dəqiqə müəllimə oxuyub. üzr istəyirəm. Mən ölüb ölümdən qayıtdım da. Heç kim inanmırdı ki, mən doğrudan da sağalacağam da. Üzr istəyirəm, vaxtınızı alıram. Hətta mənə demişlər ki, evi hazırlayın, bunun meyidi gələcək. Bax belə o dərəcəyə qədər nəysə Allah möcüzə yaratdı, ayıldım. Hətta öz ayaqlarımın üstündə də yeriyirəm. Amma hamısı düzəldi də. Hamısını inandım ki, mən sağalacağam. Məndə elə bir qüvvə var ki, hər şey eləyə bilərəm də. Çox inanıram. Amma müəllimə, məndə dişin üçlü siniri var. Mən onu hər dəfə özümü də inandırıram, amma dərmanımı atmasam olmur da. Onu mən neyə bilərəm ki? Onun yaranma səbəbinin fərqində olun. O nədən yaranır? Onun fərqində olun. O artıq biraz terapevt lazımdır, Sevda müəllimə. Onun yəqin ki, fərqində olmamısınız. Məsələn, yaxşı olacaq deyirsiniz. O zaman alacaq. Amma onu inandırana qədər onun terapevtik səbəbini araşdırmaq lazımdır. O niyə baş verir? 5 ildir. Ancaq dərmanı atıram, sakit olur. Dərmanı atmasam bir dəqiqə, mən o nətər deyim, ağırdan ölürəm. İynə kimi üzr istəyirəm. Üstünüzə sağlıq, hamınızın Allah canını sağ eləsin. Amma müəllimə, mən adamları, insanları o qədər sevirəm. O qədər sevirəm. Hər şeyə yaxşı baxıram, vallahi. Evdə xanım, Ancaq məndə də dualı da- problem var idi. Sevda müəllimə, bax, Sizin kritik problemlər. yanaşmaq lazımdır. O hər yaxşı baxırsınız. Ola bilər Müəllimə, ki, salam. amma kritik olan şey özünüzlə bağlıdır. Görün özünüzün ruhunuza hansı haqsızlıq eləyirsiniz. Nəsə var orada, mümkün deyil. Yəni gəlsin məndə də ağrısın. Onda məndə ağrıyan yer sizdə ağrımır. Sizdə ağrıyan yer. Niyə? Çatışmayan xüsusiyyətlərimiz fərqlidir. Aleyküm salam. Müəllimə, Sevda sizə müəllimə, o diş götürülməlidir. Burada verə bilmirəm. Mən də o problemi çəkmişəm. Videonuzu atarsınız bunu, bu video kaydı. Atacağım, bəli. Şahane müəllimə. Bəli. Onu götürüb istifadə edə bilərəm. burada verə bilmirəm. Necə müəllimə, necə? Şəxsdə O bir sual video verə kaydına bilərəm. baxıb biz özümüzü müalicə edə bilərik elə. Təkrarlayın. Bəli, verə bilərsiniz. Sualı atarsınız müəllimə, imkan etdiyim təqdirdə baxacağam. Çünki biraz zaman Oldu müəllimə, çox sağ olun. Sağ olun, Allah müəllimə. Hər şey üçün çox sağ olun. Laf çox sevirəm, laf çox. Hər zaman sizə duaçılam. İnanın Allah haqqı. Hər namazda, hər belə övladlarıma dua eləyəndə hər dəfə sizə dua eləyirəm. Birinci siz mənə elmdə öyrətmisiniz, mənə yol göstərmisiniz. Hər zaman sizə dua eləyirəm. Vallahi bilmirəm sizə necə təşəkkür eləyim. Mən ki, siz mənə məsləhət verdiniz. Siz məni qoymadınız bu Fələq surəsi. deyəcək. Bismillahirrahmanirrahim. Qul əuzu birabbin nas, melikin nas, ilahin nas, min şerril vesvesil hannas, ellezî yuvesvisu fi sudurun nas, minel cinneti ve nas. Allah sizi bütün əməllərdən, şərlərdən korusun. Amin. Təşəkkür edirəm müəllimə. Mən hər dəfə oxuyuram onları. İxlas Allah Sələtnaz, Ayət-əl Kürsü, İnşirah surəsini, onların hamısını əzbəri bilirəm, hamısı. Mütləq Çox olaraq. sağ olun. Həqiqətən Allah çox sizi uğurlar. qorusun. İnşallah gözəl. Allah sizə can Allah sağlığı versin. şifalarınızı versin. Allah sizi həmişə var eləsin. Arzularınıza çatasınız. Yolunuzu Amin, uğurlu amin. uğurlu eləsin. Amin müəllim, amin, amin. Allah sizdən Öpürəm sizi müəllim. İnşallah. Bir kaydı var. Sağ olun. Atacağım. İndi kaydı atacağım. elimdən. Teşekkür ederim. Allah razı olsun sizden çok. Amin. Amin. Sağ olun. Amma müəllimə, bəziləri deyir ki, belə bir şeylərə inanmayın. Amma görürsünüz, siz özünüz savadlı bir müəllimə, öz cüzünüzdən çatmış, mən sizin haqqınızda oxumuşam da, həm də belə bir şeylər də bilirsiniz. Allah verir, hər şeyi Allah verir. Yəni, hər tərəfli verir. Allah deyir ki, elmi bunu artıq sübut belə edir. Yəni kainatın Bəli, Allah olunması, verir. Qurani-Kərimdə Yəni, dünyanın hər şey var, hər şeyə inanmaq lazım, var.
Yox, bilirsiniz necə? O deyir ya, inanmıram. O da Qurani-Kərimdə deyir də, inanmayanlar gedəcək cəhənnəmə. İnanmamaq ümumiyyətlə cahil olmaq lazımdır. Yəni bir insan Allahın varlığını inkar edirsə, burada həmin elə insan varsa da, mən üzünə də deyə bilərəm, cahil insandır. Məlumatı, bilgi sahibi yoxdur. Fikir sahibidir ki, cahildir. Mümkün deyil. Bunu Qurani-Kərim öz ayələrində birəbir dünyanın metafizikasından əlaqələndirərək birəbir sübut edir. Fırlanmağa qədər o xurma dalı məsələsi. Xurma dalı ayədə boş-boşuna deyil ki, necə planetlərin düzülüşü, ayın hərəkət istiqaməti eyni ilə xurma dalı kimi. Məsələn, orada ayələrin hər biri bu dünyada öz təsdiqini tapıb, amma bəzən başımız götürmür, ayə o qədər böyük bir məzmun daşıyır ki, hələ onu biz yəni kəşf edə bilmirik ki, nədir, nə deyil. Amma onu bilin ki, yəni etdiyimiz hər şey əməlimizdir, düşüncəmizdir, ruhumuza sayğımızdır, özümüzə hörmətimizdir. Bir də bu dünyanın idarəsi bu duyğular var. Duyğularımızı kontrol etməyimizdir. Bəzən olur insanlıq, əsəb də bizim üçündür, qəzəb də pis şey olsaydı Allah bizə verməzdi onu. Bəzən qəzəblənmək lazımdır, bəzən əsəbləşmək lazımdır ki, Allah heç səni yersiz yaratmayıb. Amma onu kontrol etmək lazımdır. Düzdür. Bu qədər müəllimlər, sağ olun, gecəniz xeyrə qalsın. Çox sağ olun. Çox sağ olun. Bu qədər bizə vaxt ayırdınız. Müəllimdən gələn bayrağımız da mübarək olsun ay müəllimə. Allah canınızı sağ eləsin. Ailəmizin, balalarımızın üstündə inşallah. Sizi Lütfən sevərik. demə, müəllimə Sulasbaycığım. Sağ olun. Amil gəlir.